Milli mentalitet adlandırdığımız o məfhum əslində cəmiyyəti və ailə münasibətlərini idarə edən yazılmamış qanunlar toplusudur. Bir dövlət xalqı və nizamı qorumaq üçün rəsmi qanunlar müəyyən edir. Bu qanunlar zamanın ruhuna uyğun olaraq yenilənir, köhnəlmiş olanlar ləğv edilir. Yerinə müasir standartlara cavab verən yeniləri gətirilir. Çünki qanun daxilində çürümə başladıqda və artıq inkişafa xidmət etmədikdə dəyişməyə məhkumdur. Bəs biz milli mentalitet dediyimiz o qaydaları nə zaman dəyişməli, nə zaman ləğv olunmalı olduğunu necə bilək? Bunun tək bir meyarı var. İçdən çürümə. Yəni ikili standartlar. Gəlin dürüst olaq. Bizim mental qanunlarımızda bu çürümə varmı? Əlbəttə ki var. Cəmiyyətimizdə kişinin cinsi tələbatı və hərəkətləri bir sükutla qarşılanır. Sanki adi bir hadisə kimi görməzdən gəlinir. Lakin eyni addımı bir qadın atdıqda bu böyük bir rüsvayçılığa çevrilir. Qovulma, təhqir, hətta ölümlə nəticələnir. Niyə? Çünki bizə müqəddəs deyə təqdim olunan o mentalitet əslində ikiyüzlüdür. O eyni əmələ görə birinə azadlıq tanıyır, digərinə isə məhkumluq hökmü kəsir. Budur bizim mental qanunlarımızın əsl siması. Ədalət deyil, ikili standartlar üzərində qurulmuş bir sistemdir. Manaf bu sözləri dedikdən sonra bir anlıq duruxdu. Baxışlarını uzaqlara dikib, barmaqlarının arasındakı sigaretdən dərin bir qüllab aldı. Abdullayevin gözlərinin içinə dik baxaraq sözünə davam elədi. Məni səhv anlama, əziz dostum, amma gəl həqiqətin üzünə dik baxaq. Mühafizəkar kütlə iddia edir ki, milli mentalitet cəmiyyəti və ailəni möhkəm təməllər üzərində saxlayır. Amma bu böyük bir yalandır. Sağlam cəmiyyət sağlam ailədən başlayır. Bu mentalitet isə gənclərin sağlam ailə qurmasına mane olur. Cinsi azadlığı elə bir həddə qədər məhdudlaşdırır ki, insanı çıxılmaz vəziyyətə salır. Təsəvvür et. Bir adamın təbii ehtiyacı o qədər yığılıb ki, artıq ayaq yoluna çatmağa nə vaxtı, nə də səbr qalıb. Çarəsizlikdən ən yaxın kolunun ağacın dibinə sığınır. Bax, bizim gənclər də bu baskı altında məhz belə tələsik qərarlar verirlər. Həyatı anlamadan, özlərini tanımadan ailə qurmağa can atırlar. Oğlanlar heç olmasa bir yolunu tapıb, yüngül əxlaqlı qadınların yanına gedir, tələbatlarını bir təhər ödəyirlər. Bəs o bədbəxt qızlar neyləsin? Bəlkə hələ oxumaq, dünyanı tanımaq istəyirlər. Amma o boğucu cinsi ehtiyac onları elə bir nöqtəyə gətirir ki, ilk gələn elçiyə hə deyirlər. Çox elə bilir ki, qızlarımızı valideynləri zorla ərə verir. Xeyr, onları cinsi aclıq tələbatı məhv edir. Soyuqqanlı və analitik düşünə bilmirlər, çünki bu tələbatın ödənilməsi onlara qəti şəkildə qadağan edilib. Oğlanlar üçün bu sadəcə şərti bir qadağadırsa, qızlar üçün keçilməz bir divardır. İndi mənə deyəcəksən ki, Manaf, sən əxlaqsızlığı təbliğ edirsən, amma xeyr dostum, əsla belə deyil. Bir anlıq dərindən düşün. 14, 15, 16 yaşlı qız uşaqlarını təsəvvür et. Onlar hələ uşaqdırlar. Fizioloji olaraq çanaq sümükləri belə tam inkişaf etməyib. Bəzən o qız heç məcbur edilmir, özü can atır. Niyə? Bəlkə o heç o oğlanı sevmir, bəlkə heç bəyənmir də. Amma boğucu cinsi ehtiyac, o təbii instinktlər onu elə bir hala gətirir ki, yeganə çıxış yolunu o izdivazda görür. Və nəticədə o uşaq yaşda hamilə qalır. O zəif bədənlə uşaq dünyaya gətirməyə çalışır. Neçə gənc qadın doğuş masasında can verir. Bəs cəmiyyət nə deyir? Heç kim demir ki, bu körpənin fiziologiyası ana olmağa hazır deyildi. Heç kim bu cinayətdə öz payını görmür. Hamı bir ağızdan eyni şeyi təkrarlayır. Allahın işidir, qismət beləymiş. Görürsənmi, Abdullayev? Biz öz qanlı səhvlərimizi və çürümüş qaydalarımızı qədər deyib Tanrının boynuna yıxırıq. Mentaliteti qoruyan o mühafizəkarlar var ha. Onlar subay gənclərin cinsi ehtiyacını nikahsız, kəbinsiz ödəməsini dərhal əxlaqsızlıq elan edirlər. Amma gəl bu əxlaqın daxili mexanizminə baxaq. Bəs cinsi tələbat nə vaxt əxlaqsızlıq sayılmır? Cavab birdir, rəsmi nikah olanda, elə deyilmi? Manaf acacı gülümsədi. Bax, paradoks buradadır. Əgər bir hərəkət, bir möhürlə, bir kağız parçası ilə birdən-birə əxlaqsızlıqdan təmizlənib ibadətə və ya normaya çevrilirsə, deməli söhbət əxlaqdan getmir. Əxlaq polad kimidir. Forması dəyişsə də mahiyyəti dəyişməz. Amma bir sənədlə dəyişən şey əxlaq deyil, sadəcə hüquqi bir sövdələşmədir.
Bizə əxlaq deyib, biz əxlaq deyib öyündüyümüz dəyərləri əslində bir imza ilə alıb satırıq. Bir kağızın gücü ilə fahişəlik adlandırdığımız şeyi ailə səadəti kimi qələmə veririk. Bu dəyər deyil Abdullayev, bu sadəcə vicdanı sakitləşdirmək üçün icad edilmiş rəsmi bir sövdələşmədir. Bax, sənə bir sadə misal çəkim. Sən ayaq yoluna gedirsən, elə deyilmi? Amma bunu heç vaxtı insanların gözü qarşısında etməzsən. Həmişə tənhalığa çəkilirsən. Əgər sən bunu hamının içində etsən, bəli, bu əxlaqsızlıq olar, rüsvayçılıq olar. Bu ətrafındakı insanları heç saymaq olar. Heç saymaq deməkdir. Amma bu o demək deyil ki, ayaq yolu ehtiyacını ödəməyin özü əxlaqsızlıqdır. Əsas olan onu harada və necə etməyindir. Cinsi tələbat da eynən belədir Abdullayev. O da ayaq yolu ehtiyacı kimi qaçılmazdır, vacibdir. Onu heç kimin görmədiyi, bilmədiyi bir yerdə gizli və səssizcə ödəmək əxlaqsızlıq deyil, sadəcə təbii bir tələbatın qarşılanmasıdır. Sən əgər ayaq yolu ehtiyacını günlərlə içində boğsan, sidik kisəndə və böyrəklərində, bağırsaqlarında sağalmaz yaralar açılacaq. Tibb elmi bunu bağırır. Eyni ilə cinsi ehtiyacını sıxdıqda da ruhunda və bədənində yaranacaq fəsadlar qaçılmazdır. Biz təbiətə qarşı müharibə elan etmişik, amma unuduruq ki, bu müharibədə məğlub olan ilə həmişə insan olur. Əgər əxlaq dediyimiz o məfhum bir dövlət sənədinə və ya məkana görə dəyişirsə, o əxlaq ola bilməz Abdullayev. Əxlaq sarsılmaz sütunlar üzərində dayanmalıdır. Konjunktura görə rəng dəyişməməlidir. Valideynlərin öz övladından cinsi ehtiyaclarını boğmağı tələb etməsi, susuzluğu olmayan birinin susuzluqdan qovurulan adama su içmə deməsi qədər rəzalətdir. Təsəvvür et, valideyn hər gecə öz tələbatını ödəyir. Amma övladına sən sakit dur, səninki hələ tezdir deyib fərman verir. Sonra da o gənc sırf bu bioloji azlıqdan dolayı yanlış bir evlilik edəndə elə həmin valideyn hamıdan qabaq onu qınamağa başlayır. Bu insanı ən fundamental haqlarından məhrum etməkdir. Yaxşı deyək ki, 15-16 yaş ayıbdır, tezdir dediniz. Bəs hansı ixtiyarla bir insanın 18 yaşı tamam olandan sonra onun həyatına qənim kəsilirsiniz? Onu yenə nəzarətdə saxlayıb hisslərini buxovlayırsınız. Bu tərbiyə deyil dostum. Bu bir insanı fizioloji ehtiyaclarından məhrum etməkdir və mahiyyətcə bu ən böyük qanunsuzluqdur. Bu ruhun həbsxanasıdır. Mən hətta məktəbli yaşındakı gənclərin belə bu tələbatı ödəməsində heç bir əxlaqsızlıq görmürəm. Abdullayev, təəccüblənmə, izah edim niyə? İstər tibbdə, istər kosmologiyada, istərsə də sadə insan münasibətlərində heç bir iş təcrübəsiz uğur qazana bilməz. Təcrübəsiz atılan hər addım sürpriz problemlərə, uğursuzluqlara və ağır fəsadlara məhkumdur. Əgər 15-16 yaşındakı gənclər bu mənada azad olsalar, onlar həyatı, öz bədənlərini, qarşı tərəfi tanıyar, təcrübə qazanarlar. Beləliklə, gələcək evlilikləri daha sarsılmaz olar. Sən bilirsənmi bizim kişilər niyə Rusiyaya gedib oradakı qadınlarla yaşayır? Buradakı ailələrini atırlar, çünki onlar sadəcə cinsi azlıq üzündən kör-körənə evlənmişdilər. Bəs o xəyanətlər, qadınlar niyə xəyanət edir? Çünki evləndiyi kişidə cinsi zəiflik var. Qadın isə təbii olaraq intim həyata önəm verir. Yaxud kişi sonsuz olur. Amma mentalitet qadının ayrılmasına icazə vermir. Yenə ikili standartlar. Amma qadın sonsuz olanda dərhal qapının ağzına qoyurlar. Budur sənin müqəddəs saydığın mentalitetin çöküşü. Əgər o gənclər vaxtında o yaşlarda azad olsaydılar, bütün bu uyğunsuzluqlar, fizioloji problemlər və boşluqlar hələ yolun başında üzə çıxardı. Heç kim bədbəxt bir ömrü ailə adı altında sürmək məcburiyyətində qalmazdı. İnan mənə Abdullayev, mənim dediyim o dövran gec-tez gələcək. Bax, SSR kimi bir imperiya gözümüzün qabağında dağıldı. İndi müharibə gedir. Ordumuz o dığaları erməni faşizmini torpaqlarından dəf edəcək, mütləq dəf edəcək. Sabitlik yaransın görərsən, 10-15 ilə yeni kanallar, azad radiolar açılacaq. Biz Avropaya, Amerikaya daha sıx inteqrasiya edəcəyik. Dünyanı daha yaxından tanıyacaq. Eşitdiyimə görə Amerikada o yeni virtual sistemlər, o şəbəkə sürətlə inkişaf edir. Bax, o zaman yeni nəsil gələcək. Onlar xarici mühiti, azad düşüncəni bir süngər kimi canlarına çəkəcəklər. Köhnəpərəstlərin, mühafizəkarların nəsli tükəndikcə onların yerini
İleri düşünceli, qəlbləri qıran bir nəsil tutacaq. Mənim dediyim mütləq olacaq Abdullayev, mütləq. Abdullayev titrəyən əlləri ilə siqaretini yandırdı. Batıq qonur gözlərini Manafa zilləyib tüstünü nifrətlə havaya buraxdı. Səsi həm yorğun, həm də ittiham dolu idi. Lap elə tutaq ki, sən deyən oldu Manaf. Sən deyən o dövran gəldi. Millət tamamilə liberal, sekulyar bir kütləyə çevrildi. Hərçənd mən buna zərrə qədər də inanmıram. Amma gəl fərz edək ki, bu xəyalların gerçək oldu. Məktəblilər arasında cinsi azadlıq normal bir şeyə çevrildi. Amma düşünmürsənmi ki, bu azadlıq özü ilə daha böyük bəlalar gətirəcək? Abdullayev masaya tərəf əyilib səsinin tonunu qaldırdı. Nəticədə 14-16 yaşlı oğlanlar ata olacaq. Hələ təsəvvürlə bir 14 yaşlı qızın hamilə qaldığını. Budurmu sənin təriflədiyin o azadlıq, belində məktəbli çantası, qarnında uşaq olan qızlar? Budur sənin dediyin o təcrübə, biz gəncləri xilas etmək istəyirik, yoxsa onların uşaqlığını əllərindən alıb vaxtından əvvəl bir bataqlığa itələyirik. Sənin bu liberal cənnətin əslində bir nəslin intiharı deyilmi? Gəl belə bir bənzətmə edək Manaf. Təsəvvür et ki, məktəbli bir oğlan siqaret çəkmək istəyir. Atası isə qəti şəkildə qadağan edir. Oğlan hirsini boğur, gözləyir 18 yaşı tamam olan kimi isə deyir. Vəssalam, mən artıq yetkinəm, öz həyatım haqqında qərarı özüm verirəm. Və başlayır çəkməyə. Nəticə nə olur? Siqaret asılılığı, hər cibindən çıxan əlavə xərc, nəfəs darlığı, rəngi ruhu qaçmış bir bədən. Abdullayev Mənafa tərəf bir addım atdı, sanki onu bu yoldan çəkindirmək istəyirdi. Oğlan peşman olur, əvvəlki sağlamlığını geri istəyir. Amma artıq gecdir, bədəni o zəhərə öyrəncəlidir. İndi mənə deyə, o ata övladına qadağa qoyanda ona pislik mi edirdi? Xeyr. O sadəcə övladını qoruyurdu. Sənin o azadlıq dediyin şey gənclər üçün məhz elə o ilk siqaret kimidir. Manaf, dadına baxana qədərdir hər şey, maraqlıdır. Amma dadına baxandan sonra ömür boyu çəkəcəkləri bir yükə çevrilir. Valideyn pislik etmir, o sadəcə övladının gələcəkdə peşman olacağı o təcrübəni yaşamasını istəmir. Yetkin insanlar öz problemlərini həll edə bilməmişkən, indi də balaca uşaqlar valideyn mi olsun Manaf? Müəllim sinifdən çıxan kimi o uşaqlar öpüşsünlərmi? Sən buna müasirlik deyirsən? Xeyr, bu müasirlik deyil, bu neandertalların dövrünə qayıdışdır. Sən deyirsən ki, yolda hamı istədiyi sürətlə sürə bilər. Mən də səndən soruşuram, sən elə bir yola çıxarsanmı? Çıxsan belə özünü rahat hiss edərsənmi? Abdullayev yerindən durub otaqda var gəl etməyə başladı. Razıyam, milli mentalitet qanun qaydalardır. Amma özün düşün. Qaydaların olmadığı yerdə müasirlik olar. Dünya ona görə müasirləşdi ki, həm maddi, həm də mənəvi qanunlar icad etdi. Sən o qaydaları ləğv etməklə bizi tərəqqiyə yox, ibtidai icma quruluşuna aparırsan. Sən bioloji ehtiyacla əxlaqı bir-birinə qatıb hər şeyi bulandırırsan. Əgər mental qanunlar olmamalıdırsa, onda niyə bir xalq dövlətin qanunlarına boyun əyməlidir? Sistemin niyə qaydalar olmalıdır? Cavab ver Manaf. Əgər hər kəs öz instinktlərinin qulu olsa, bu cəmiyyət yox, bir heyvan sürüsü olar. Razıyam Abdullayev. Məktəbli uşaqların valideyn olması dəhşətli bir şeydir. Amma mən yolda maşın sürün deyəndə qəza edin demirəm. Mən demirəm ki, uşaqlar kör-köranə heyvanlar kimi cütləşməlidir. Mən deyirəm ki, onlara cinsi istəklərini boğmağın yox, o istəkləri idarə etməyin üsulları öyrədilməlidir. Qadağa həmişə qəzaya yol açır. Elm isə qoruyur. Sən qarınlarında uşaq deyib qorxursan. Amma müasir dünya artıq qoruyucu vasitələri, o rezinləri, həbləri icad edib. Gənclərə olmaz demək əvəzinə necə qorunmalı olduğunu izah etmək lazımdır. Maraf bir anlıq durub Abdullayevin gözlərinin içinə baxdı. Əgər söhbət o məşhur qızlıq pərdəsinə yönəldəcəksənsə, mənim dediyim cəmiyyətdə bakirəlik artıq önəmsiz bir detaldır. Hələ də buna büt kimi tapınanlar varsa, tibb onun da çarəsini tapıb. Himenoplastika var. Yəni o yamaq qızlıq pərdəsi. Bu elmin xurafata cavabıdır. Səsini bir ton da aşağı salaraq davam etdi. Və qanunlar. Sən sistemin qanunları ilə bu yazılmamış mental qaydaları səhv salırsan. Sistemin qanunları soyuq, ağılla, ədaləti, nizamı bərpa etmək üçündür. Mentalitet isə yalnız qadının üzərində qurulub. Bu artıq namus, qeyrət məsələsi olmaqdan çoxdan çıxıb Abdullayev.
Sizin namus dediğiniz o şey artıq namus deyil. Sadəcə sosial qorxudur. Qonşu nə deyər, cəmaət nə düşünər qorxusudur. Siz əxlaqı yox, qorxularınızı qoruyursunuz. Abdullayev dərhal cavab verdi, sanki bu sözləri demək üçün fürsət gözləyirdi. Səsi indi daha qəti, daha ittiham edici idi. Deməli sən deyirsən ki, milli mentalitet artıq yalnız qadınlar üzərində hökm sürür. Kişilər isə qınaqdan kənarda qalıb. Deyirsən ki, bu ikili standartlar mentaliteti çoxdan çöktürüb. Namus bitib, yerində yalnız sosial qorxu qalıb. Yaxşı, bəs niyə belə olub? Manav, əks cinsə həris olan kişilər bunu bu hala salıblar. Məncə sən də o kişilərdən birisən. Sadəcə onlar kimi maska taxmırsan, hər şeyi açıq-aşkar deyirsən, yəni bir növ həyasızlıq edirsən. Abdullayev bir addım Manafa tərəf atdı, barmağını havada silkələyərək davam edirdi. Bayaqdan yamaq qızlıq pərdəsindən, qoruyucu rezinlərdən, həblərdən danışırsan. Madam bu qədər açıq görülürsən, bu qədər ağırlısan, onda mənə bir şey izah et. Niyə təmirə ehtiyacı olan binanı təmir etmək əvəzinə onu kökündən dağıtmaq istəyirsən? Əgər problem mentalitetin o ikili standartlarındadsa, gəl kişiləri də eynən qadınlar kimi eyni hökmün altına salaq. Ədalət onda bərpa olar. Kişinin də əxlaqı qadın kimi mühüm olsun. Kişi də etdiyi səhvin cavabını eyni ağırlıqda versin. Niyə əxlaqı tamamilə çöktürmək istəyirsən? Niyə binanı təmir etmirsən, Manav? Bəlkə də sənin ümumiyyətlə bu binadan xoşun gəlmir. Bəlkə də sənin məqsədin tərəqqi yox, sadəcə xarabalıq yaratmaqdır. Manav gülümsədi, amma bu dəfəki gülüşündə kinayə yox, acı bir həqiqətin gətirdiyi rahatlıq vardı. Abdullayevin gözlərinə dostcasına həm də biraz yazıqlayırmış kimi baxdım. Bilirsən, əziz dost Abdullayev, mənə həyasız deyirsən, eybi yox, dostumsan, qəlbində yerin var, ərk edib deyə bilərsən. Fikirlərimlə razı olmamağında sənin haqqındır. Amma o dediyin ədaləti bərpa etmək, kişi ilə qadının mentalitet qarşısında bərabər tutmaq, bax bu artıq mümkün deyil. Çünki dünya dəyişir. Mana pəncərəyə tərəf baxdı. Artıq o imperiya yoxdur, senzura yoxdur, sərhədlər açılır, Qərbi Avropaya çıxış başlayır. Sabah universitet tələbələri təkcə Azərbaycan və Rus ədəbiyyatı ilə kifayətlənməyəcək. Onlar Bertrand Russell, Markus Desadı, o mental anarxistləri tanıyacaqlar. Komünist rejimi bir növ nəhəng bir mental qırmızı xətt idi. Öz qatı qaydaları var idi. İndi o imperiyanın varisi olan Rusiya belə liberalizmə keçir. Manav yenidən Abdullayevə sarı döndü və səsini qətləşdirdi. İndi mənə de görüm, sənin o təmirli mentalitetin cinsi fərq qoymasa belə, bu nəhəng liberalizm kometasının zərbəsinə dözə bilərmi? Başa düş Abdullayev. Məsələ binanın köhnəlməsi deyil. Məsələ ondadır ki, o bina artıq plana düşüb. İstəsən də, istəməsən də sökülməlidir. Tarixin təkəri sənin o kiçik təmir briqadanı əzib keçəcək. Razıyam Manav. Həqiqətən bizim mənəvi binamız olan o milli mentalitet liberalizm adlı o kometanın zərbəsinə məruz qalacaq. Amma bir şeyi unutma, bu bizim binamızın ilk dəfə plana düşməsi deyil. Abdullayev əlini havada silkələyək davam etdi. Sovet hökuməti gələndə o liberalizmdən də betər idi. Onlar birbaşa Allahı inkar edirdilər. Deyirdilər ki, biz Allahla mübarizə aparırıq. Məqsədləri nə idi? İnsanların cənnət ümidini, Allah sevgisini əllərindən alıb, onları dünyaya bağlamaq. Düşünürdülər ki, dünyaya bağlanan adam canının hayına qalar, inqilablara baş qoşmaz, mütü olar. Sovetin o Allahsızlıq təbliğatı əslində bir ruhu zəncirləmək layihəsi idi. Amma nə baş verdi Manav? O Sovet komitası bizim mentalitetimizi məhv edə bildimi? Dinimizi əlimizdən aldımı? Əxlaqımızı söküb ata bildimi? Abdullayev masaya yaxınlaşıb dik şəkildə dayandı. Xeyr edə bilmədi. Bina plana düşdü, amma yol binanın yanından keçdi. Manav, indiki cavanlara bax, Qarabağda dığa dəstələrlə vuruşan o aslanlara bax. Onlar ateizmin içində böyümüş insanlar deyilmi? Amma ruhlarındakı o qədim kod, o qeyrət, o inam ölmədi. Sənin o təriflədiyin liberalizm də bu binanın sadəcə yanından keçib gedəcək. Biz ilk dəfə deyil ki, bunları görürük. Biz sökülmək üçün yox, dözmək üçün tikilmişik. Bravo Abdullayev, bu argumentinə görə sənə həqiqətən əhsən. Amma bir şeyi unutma. Bu dəfəki kometa Sovetlərdən qat-qat güclüdür. Çünki bu təkcə Şərqi Avropanın yox, bütün dünyanın, Amerikanın, Avropanın, yəni qlobal bir gücün dalğasıdır. Və ən əsası, bu dəfə heç bir mübarizə olmayacaq. Manav sigaretini yandırıb tüstünü havaya üfürdü.
Sovet dövründə bizim mentalitetimiz ona görə sağ qaldı ki, bizi əzədilər. Onlar birbaşa dini, Allahı hədəf alırdılar. Sən də fizikadan bilirsən, təsir əks təsirə bərabərdir. Onlar sıxdıqca biz bərkidik. Onlar bizdən zorla alırdılar, biz isə gizlində qoruyurduq. Amma liberalizm səndən heç nəyə zorla almır, Abdullayev. Əksinə, sənə deyir ki, istəyirsən ibadət et, istəyirsən ateist ol, mənə fərqi yoxdur. Səsini biraz aşağı saldı. Sən Sovetdən mentalitetini qoruyurdun. Çünki baskı var idi. Sən Sovet dövründə mentalitetini qoruyurdun. Çünki baskı var idi. Amma liberalizm sənə sərbəstlik verir. Heç bir baskı görmədiyin üçün sən artıq heç nəyə qorumayacaqsan. Dini, Allah'a olan bağlılığını qorumayacaqsan. Çünki heç kim onlara hücum etmir. Sən sadəcə yavaş-yavaş dəyərlərini unudacaqsan. Niyə? Çünki liberalların o rəngli dünyası sənə göstərəcək ki, sən əslində boz bir həyat yaşayırsan. İnsan al-əlvan dünyanı görəndən sonra o boz xarabalıqda qalarmı? Sovet dövrü bizi bozluğa məhkum etmişdir. Liberalizm isə bizə min bir rəng vəd edir. O rənglərin içində sənin o qədim binan sadəcə görünməz olacaq. Razıyam Manav. Qərbin dünyası al-əlvandır. Bəlkə də hər kəs o bozluqdan, o parıltıya qaçacaq, amma bir şey unudursan, mənəviyyat məsələsini. Sənin o azadlıq dediyin şey əslində bir neçə dəqiqəlik həzdən başqa nədir? Mentalitet isə ailədir, cəmiyyətdir, birlikdir. Çətin gündə bir-birinin kürəyini söykəyəcək insanların ittifaqıdır. Abdullayev əlini ürəyin üstünə qoydu. Sənin o allı güllü qərbin bizə məktəbli uşaqların sevişməsindən başqa nə verir? Manav, mühafizəkar zehniyyət gec-tez yenidən öz təməlini quracaq. Çünki liberalizmin təməli sadəcə açıq-saçıqlıq və cinsi azadlıqdırsa, deməli o təməl su üstündədir. İnsan həyatı sadəcə beldən aşağı ibarət deyil axı. Sən ailəni, cəmiyyəti, o sarsılmaz münasibətləri, yorğan altı məsələləri açıq etməklə mi qoruyacaqsan? Manav cavab vermək istədi, amma Abdullayev əli ilə onu saxladı. İnsanlar bir gün o rənglərdən yorulacaq Manav. Yorulanda isə qaçıb gizlənməyə, başlarını söykəməyə bir divar axtaracaq. Bax, o divar məhz sənin sökülməlidir dediyin o köhnə binanın divardır. Çünki o divar daşdan yox, sadiqlikdən hörülüb. Bax, ay sənin məlun. Bax, buna görə səninlə dost olduğuma fəxr edirəm. Amma Abdullayev, əzizim, bir məsələni qaçırırsan. Liberalizm və sekulyarlıq ateizm deyil. Bu elə bir cəryandır ki, gələcək illər ərzində sənin o mühafizəkar insanların zehniyyətinə elə təsir edəcək ki, artıq o mentaliteti quracaq insan qalmayacaq. Manav barmağı ilə havanı cızdı. Sanki bir xəritə çəkirdi. Sənin kimi adamlar yaşayacaq, amma getdikcə azalacaqsınız. Sizi əvəz edən nəsil sekulyar olacaq. Onların dinlə, Allahla elə bir əlaqəsi qalmayacaq. Lap olsa belə, liberalizm fərdiyyətçidir. Fərdiyyətçi insanın Allahı da, dini də öz nəfsinə xas olur. Yəni, liberalizm keçmişi süpürüb aparacaq. Sonuncu mühafizəkar öldükdən sonra artıq heç nə olmamış kimi olacaqsın. Heç olmamış kimi olacaqsınız. Manav masaya tərəf söykənib səsinin tonunu biraz da soyuqlatdı. Bu, başın kəsilməsi kimi bir şeydir, Abdullayev. Sovetlər bizim mentalitetimizin qolunu kəsirdilər. Ağrıyırdıq, amma yaşayırdıq. Amma liberalizm bir başı kəsir, düşüncə səviyyəsində. Sənin yeni nəslində ailə, cəmiyyət dəyəri qalmayacaq. Çünki liberalizm mütləq fərdiyyətçidir. Ümumi mentalitet fərdi düşüncələrdə boğulub yox olacaq. Sonra gülümsəyərək ən ağır sualını verdi. Siz mühafizəkarların bir yolu var. Ya gərək tamamilə sökülüb getmədən ölkədə qapalı bir sistem qurub Şimali Koreya kimi olasınız. Özünüz kimi milli mentalitet keşikçiləri yetişdirəsiniz. De görün bunu bacararsınız, yoxsa o rəngli dünyanın cazibəsinə uduzmağı gözləyirsiniz. Manav stola yayxanıb barmaqlarını bir-birinə keçirdi. Səs indi biraz tarix professorundan soyuqqanlığı ilə səslənirdi. Bax Abdullayev, liberalizm bizim milli mentaliteti necə məhv edəcək? Sənə tarixdən bir misal izah edim ki, tam başa düşəcəm. Qafqaz Albaniyasını düşün. Necə oldu ki, o boyda dövlət, o boyda millət birdən-birə yoxa çıxdı? Axı xalqlar bir gün içində buxarlanmır.
Bəzən bir millət 1000 il əsarətdə qalır, amma dili, ruhu sağ qalır, sonra yenidən doğulur. Bəs Albanlara nə oldu? Manaf irələrdi, gözlərini qısdı. Çox sadə. İslam xilafəti gəldi, müstəqillik getdi. Bir hissəsi müsəlmanlaşdı. Xalqın içində əridi. Xristiyan qalanların isə kilsələri erməni Qırqaryan kilsəsinə verildi. Siyasi müstəqillik yox, kilsə özgənin, inanc özgənin. Vəssalam. Assimilyasiya oldular və Qafqaz Albaniyası bir kabus kimi tarixin tozlu səhifələrində yox oldu. Çünki onlar mental səviyyədə itdilər. Siqaretindən dərin bir qullab alıb tüstünü Abdullayevin üzünə doğru üfürdü. Bax, liberalizm də belədir. O milliyyəti qarışıq hala gətirir. Əvvəllər insanlar öz kəndindən kənara çıxmırdı. Mentalitet qazanda qaynayırdı. Amma indi sərhədlər açılır. Xalqlar qarışır. Getdikcə bizə qarşanlar çox olacaq. Biz də onlara qarışacaq. Nəticədə sənin o fəxr etdiyin mentalitet, o əsas sütun bir gün köhnə bir paltarın üstündəki yamaq kimi qalacaq. Və bir gün o yamaq da qopub düşəcək. Albaniya kimi yox olacaq. Abdullayev, adımız qalacaq, amma ruhumuz başqa rəngdə olacaq. Manaf siqaretinin külünü silkələdi. Gözlərində qəribə soyuq bir parıltı peyda oldu. Bax əziz dostum, bir misal deyim sənə. İngilislər vaxtı ilə Amerika qitəsinə koloniya kimi yayıldılar. Elə zənn etdilər ki, dünyaya meydan oxuyan o böyük Britaniya imperiyası Amerikada da ikinci bir İngiltərə qurur. Elə bildilər ki, öz köklərini o tərəfə köçürürlər. Amma nə oldu? Manaf acı bir gülüşlə davam elədi. O oldu ki, o koloniyalar bir gün ayağa qalxıb dedilər, biz İngilis deyilik, biz Amerikalıyıq. Sonra müharibə etdilər, zəncilərə azadlıq verdilər, dünyaya qucaq asdılar. İspanlar, Portugallar, İtalyanlar, Almanlar 20-ci əsrdə hər kəs ora axın etdi. Hanı o koloniyalar qurulanda İngilis olanlar? İndi İngilislə zəncinin qarşılığı olan mulatlar da var ortada. Nə ağdılar, nə qara. O Ruslar kimi sarışın İngilislərdən əsər əlamət qalmayıb. İtalyanların, Almanların köçü oranı tamam dəyişdirdi. O barmağını havada silkələyərək Abdullayevin düz gözünün içinə baxdı. Bir vaxtlar İngiltərə koloniyalara diktə edirdi. İndi isə o koloniyaların yerində yaranan Amerika gəlib İngiltərəyə diktə edir. Bizdə elə olacaq, bizdə də elə olacaq, Abdullayev. İndi bəlkə o sənin mentalitetin diktə edə bilir. Amma görüm 40 ildən sonra kim diktə edəcək? Əlbəttə ki, xarici zehniyyət. Bir zaman gələcək ki, artıq diktəyə dirəşən bir beyin də qalmayacaq. Çünki səninkilər qapalı bir sistem qurmasa ki, bu da mənə qeyri-mümkün görünür, hamınızı qlobal qazanda əliyib gedəcəksiniz. Sən bayaq mənə dedin ki, həyasızlıq edirsən. Yox, Abdullayev, mən həyasızlıq etmirəm, mən sadəcə axınla üzürəm. Sən də, sənin kimilər də bu axınla üzəcəksiniz. Daha doğrusu, bu axın sizi özü aparacaq. Mən bunları sənə indi deyirəm ki, sonradan sürpriz olmasın, indidən öyrəşəsən. Manaf səsinə qəribə bir kədər qatdı. Bax, əsas mətləb budur. Səni Azərbaycanlı edən nədir? Baban ərəbcə, farsça oxuyurdu. Atan Kiril hərfi ilə də olsa öz dilini yazıb oxuyurdu. Biz öz şairlərimizi oxuduq. Sabiri, Səməd Vurğunu. Bizi Azərbaycanlı edən dinimiz, dilimiz, əlifbamız idi. Nə biləm, Koroğluyam, Azərbaycan oğluyam deyirdik. Amma sabah nə edəcəksən? Artıq hökumət qərar verdi. Latın əlifbasına keçirik. İndən belə İngilisin hərfləri ilə yazmağa başlayacaq. Sabah onların dili gələcək. O biri gün sözü, sonra isə biz onlara qarşıacaq. Desən ki, bu uzun zaman olacaq, yanılırsan. Çünki artıq texnologiya var. Texnologiya inkişaf etdikcə onun bizi udma sürəti də artır. Sənin o babanın 100 ildə dəyişə bilmədiyi şeyi bu gələn texnologiya bir nəslin içində silib süpürəcək. Biz özümüzü o İngilis hərflərin arasında itirəcəyik, Abdullayev. Adımız qalacaq, amma içimiz artıq başqa olacaq. Manaf daha bir siqaret yandırıb davam elədi. Bilirsən əziz dostum, sənin bu mentalitet davan nəyə bənzəyir? Fillər dava edəndə aslanlar sadəcə kənardan baxır. Sən öz mentalitetini qorumağa çalışırsan, amma globalizm deyilən bir həqiqət var.
bir qütblü dünya. Səncə bu necə baş verəcək? Müharibə ilə, tankla, topla? Yox. Sadəcə bir hərflə başlayacaq. Sonra dillə, sonra isə gündəlik davranışlarla. Sənin uşaqların, nəvələrin bu axına müqavimət göstərməyəcək Abdullayev. Onlar ilə bu işi icra edən, bu axını gətirən adamlar olacaq. Manaf qəfildən Abdullayevin gözlərinin içinə baxdı. Sanki onun gələcəkdəki nəticəsini görürdü. Sənin soyadın Abdullayevdir, elə deyilmi? Gün gələcək övladın ya nəvən o soyadın sonundakı V hərfini F ilə əvəz edəcək. Abdullayev yazacaq ki, İngilisə qərbə biraz daha yaxın görünsün. Sonra sənin nəticən gələcək. O Abdullayevi də silib atacaq. Özünə Abdel deyəcək. Sırf onlara bənzəmək, onlardan biri olmaq üçün. Sənin kötücələrin isə Manaf qəfildən bərk azacı gülməyə başladı. Onlar isə tamamilə İngilis olacaqlar. Nə dilin qalacaq, nə dinin, nə də o fəxr etdiyin mentalitetin. Vəssalam, bax, sonumuz belədir. Bax Abdullayev, sən indi daxilində deyirsən ki, ay Manaf, sən niyə bizim mentaliteti bəyənmirsən? Niyə bu qərb həyat tərzinə belə meyil salırsan? Məsələ ondadır ki, əziz dostum, o sənin yaxşı dediyin şeylər həqiqətdən yox, sadəcə ehtiyacdan və maraqdan doğulur. Amma o yaxşı görünməyən, sənin əxlaqsızlıq adlandırdığın şeylər var ha, bax onlar insan təbiətinin əsl həqiqətidir. Manaf stola söykənib davam etdi. Bir insan əxlaq deyib qışqırırsa, bu onun həqiqəti deyil, sadəcə istəyidir. O ailəsini, evdəki qızını, arvadını qorumaq istəyir. Ona görə də əxlaq divarını tikir. Amma intim tələbat, o gizli nəfs, bax, əsl səmimi həqiqət odur. Mən isə səmimiyyəti sevirəm. Ona görə də başa düşürəm ki, bu yeni sistem mentaliteti udacaq. Əvvəl milli kimliyi siləcək, sonra o fövqəl qüvvə dediyimiz o güc öz tək qütblü dünyasını quracaq. Bunun üçün isə onlara tək dil, tək əlifba və tək bir həyat tərzi lazımdır. Onlar insanları ən asan yolla, beldən aşağı hisslərlə, nəfsi istəkləri legallaşdırmaqla öz tərəflərinə çəkirlər. Qanunlarla, qaydalarla sənin o 1000 illik əxlaq divarını bir gündə yıxırlar. Amma onu da deyim ki, əziz dostum, bu proses təzə deyil. Sən yəqin ki, o olmasın, bu olsun filminə baxmısan. Orada Məşəd İbadın ətrafında yığılan o adamların danışığını xatırlayırsan. O əyyaş kişi fransızca kəlmələr atır, qəzetçi isə türkcə danışır. Görürsənmi? Hələ o dövrdən bizdə bir fransızca, bir türkə meyl olub. Amma bu bəla təkcə bizdə deyil. Manaf acı bir istehza ilə əlini havada yerlədi. Get Lev Tolstoyun, Fyodor Dostoyevskinin əsərlərini oxu. Orada madmazellər, fransız dili, İngilis klubları, Ruslar kimi hegemon nəhəng bir xalq belə gedib Britaniya adasına, qonşusu Fransaya yaltaqlanıb onların əsərlərini oxuyanda anlayırsan ki, Rus da öz rusluğunu bəyənməyib, özgəsinə can atıb. Abdullayev, o boyda akula xalqların baş çıxara bilmədiyi, boğulduğu bu dənizdə sən hələ də durub mənə mentalitet davası edirsən. Biz kimik ki, bu axına qarşı duraq. Bax Abdullayev, əslində mən səni başa düşürəm. Sənin o tərbiyə, əxlaq, mentalitet dediyin şeylər qulağa çox xoş gəlir. Amma gəl bir həqiqəti qəbul edək ki, insan kütləsini öz başına buraxmaq olmaz. Əxlaq qaydalarını başıboş kütləyə yox, rəhbər düşüncəli adamlar yaratmalıdır. Amma indi etməli heç nə yoxdur. Manaf stulda biraz arxaya söykənib əllərini birləşdirdi. Qoy güclü kimdirsə o da qazansın. Təsəvvürlə ki, iki güləşçi döyüşür. Heç kim soruşmur ki, bunların hansı yaxşı adamdır, hansı namaz qılır, hansı əxlaqlıdır. Qələbəni ağlı ilə qolunun gücünü birləşdirən qazanacaq. Sən də bu dəyərləri özünə dərd eləmən. Qətiyyən, öz ailəni qoru vəssalam. Hər kəs öz ailəni qorusaydı, bəlkə cəmiyyət də qorunardı. Amma bu artıq mümkün görünmür. Sən ağıllı adamsan, özünə və ailənə bax. Başqalarına görə bu kafirlər üçün üzülməyə dəyməz. Əgər bu cəmiyyət sənin dediyin o əxlaqdan kənara çıxacaqsa, deməli buna layiqdir. Təbiət zəifləri məhv edir, Abdullayev. Layiq olmayanı xilas etməyə çalışma. Manaf, sən çox təəssüf ki, bütün bu
bu həyasız həqiqətləri deyərkən özünü haqlı sayırsan. Amma de mənə, axı sən də insansan, sənin də ailən var, qızın var. Doğrudanmı ürəyin belə rahatdır? Sənin ailən, sənin o balaca qızın sabah bu sistemdə böyüməyəcəkmi? Sən bəlkə də indi mənim qarşımda qalibsən, amma bu elə bir qələbədir ki, sənə də xeyri yoxdur. Sən dəyişən zamanda öz balalarının gələcəyini, onların ruhunu necə itirəcəyini düşünmürsən. Abdullayev bir addım geri çəkilib, Manafın o soyuq gözlərinin içinə baxdı. Hə, bəlkə də mən məğlubam. Amma qoy uduzuramsa kişi kimi doğru yolda uduzum. Əgər bu dünya əxlaqsızlığın təbliği üzərində qurulursa, mən dürüst tərəfdə qalıb uduzmağı sənin o qanlı qələbəndən üstün tuturam. Sən öz qələbənlə fəxr edə bilərsən Manaf. Amma unutma ki, bu qələbə səni də, məni də eyni uçuruma aparır. Abdullayev acaca gülümsəyərək Manafın gözlərinin içinə baxdı. Sən axınla üzdüyünü deyirsən Manaf. Amma unutma ki, axın özü ilə həm də zirziblə aparır. Bəzən o zibillər bir yerə yığılır, elə o axının öz qarşısını kəsir. Suyu lilləndirir. Sən liberalizmdən danışırsan, amma liberalizm bir mütəfəkkirin ideyası idi. Beldən aşağı yaşayan kütlənin yox. Abdullayev səsini bir tonda qaldırdı.